Bir il öncə Respublika Pediatriya Mərkəzi yarandı. Mərkəzin tabeçiliyində olan xəstəxanalardan biri də uşaq nevroloji xəstəxanası oldu. Nevroloji xəstəliyi olan uşaqlar bizim üçün həssas qrupdular. Bu baxımdan da biz 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə Uşaq Nevroloji Xəstəxanasında belə bir tədbir keçirməyi planladıq. Xüsusilə spinal əzələ atrofiyası olan uşaqlara diqqət çəkmək istədik. Tədbirimizdə bir sıra valideynlər iştirak elədi, müzakirələr apardıq. Gələcək planlar barəsində bu uşaqların diaqnostikası, erkən diaqnostikası, reabilitasiyası və gələcəkdə müalicəsinin dövlət təminatına alınması ilə bağlı planlar ətrafında müzakirələr aparıldı və hesab edirəm ki, bundan sonra da Uşaq Nevroloji Xəstəxanasında bu xəstələri biz cəmləşdirə biləcəyik və planlarımızı daha planlı şəkildə həyata keçirəcəyik. Burada biz təkcə həkimlər yox, çox hörmətli valideynlərimiz və bizim sevimli balacalarımız da iştirak edir və bu gün biz onlarla onların ən narahat edən suallarına cavab verməyə çalışmışıq. Həkim olaraq onların problemlərin, narahatçılıqlarını dinləmişik və imkan daxilində təbii ki, onlara hal-hazırda vəziyyəti izah eləmişik, dünyada hansı sonuncu tendensiyalar var, diaqnostika ilə bağlı, müalicə terapiya ilə bağlı izah eləmişik və artıq biz sakit ola bilərik ki, bu uşaqlar heç bir müayinəsiz uşaq nevroloji xəstəxanaya müraciət edə bilər. Burada həm diaqnostika təmin olunacaq, həm də onların deməli qayğı və fizioterapiya olan tədbirlər.